5 il sonra, 6 il sonra avtomobildə paslanmalar, çürümələr falan görə bilirdim və Çox bununla da keyfiyyətsiz idi, hə? keyfiyyətsiz idi açıq desək və bununla da Çin avtomobillərinə belə bir damğa yeridildi ki, Çin avtomobilləri pisdir, keyfiyyətsizdir, təzə alanda əladır, 3 il, 5 il sonra bu keyfiyyətdən düşür. Amma çox mən biraz uzağa getmiş oldum, amma 6 il bundan əvvəl belə desəm, Çin avtomobilləri yeni bir nəfəslə yenidən qlobala çıxdı. Yəni və ölkəmizə də yeni markalar gəlməyə başladı. Gələn gündən deyərdim ki, yeni markalarla mən də bəzi əməkdaşlıq etdiklərim də olub və yaxud da ki, sadəcə dosta, tanışda var deyə götürüb çəkdiyim də olub ki, izləyicilərə maraqlıdır deyə. Amma günün sonunda mən insanlara izah eləmək istəyirdim ki, bəs qardaş, bu avtomobillər o pis tip avtomobillərdən deyil. Yəni o vaxtı bunlar bir yoxladı. Gördü ki, qardaş, biz hələ o səviyyəyə çatmamışıq. 5 il, 6 il sonra yenidən qayıtdılar və indi isə mənim düşüncəmlə möhtəşəm qayıdıblar.